Qazim gəlir yenə ola bilər fağlı. Məlum olmuşdur ki, yanğınla müşahidə olmayan partlayış baş vermiş. Paytaxtın Nərmanov rayonunda Əhməd Rəcəbli küçəsində yerləşən Afem Plazada səhər saatlarında partlayış qeydə alınıb. Partlayış nəticəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları içəridən 7 nəfərin xilas edildiyini bildirsələr də, təbib əməkdaşları 5 nəfərin xəsarət aldığını bildirir. Buradan Qazim gəlir yenə ola bilər fağlı. Hamı çıxsın, hamı geçsin. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə Nərmanov rayon Əhməd Rəcəbli küçəsində 5 mərtəbəli ofis binasında partlayış baş verməsi ilə bağlı məlumat daxil olub. Məlumat daxil olarkən dərhal Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Risk Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilas ediciləri hadisə yerinə cəlb edilmişdir. Hadisə yerinə gəldikdən sonra ərazi hadisə qiymətləndirilərək məlum olmuşdur ki, yanğınla müşahidə olmayan partlayış baş vermiş. Partlayış nəticəsində xilas edicilər tərəfindən 7 zərərçəkmiş çıxarılaraq aidiyyət üzrə təhvil verilmişdir. Partlayışın bəs mənbəyi, yəni səbəbi bilinib? Partlayışın səbəbləri ilə bağlı aidiyyatı dövlət orqanları, qurumları araşdırma aparılır. Bununla bağlı yekun qərar olduqdan sonra ictimaiyyətə məlumat veriləcək. Xəsarət alanların vəziyyəti ilə bağlı təbibə sorğu ünvanladıq. 24 noyabr 2025-ci il tarixində saat 09:00 radələrində Nərmanov rayonu Əhməd Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Onlardan 1 nəfərə termiki yanıq, 4 nəfərə isə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub. Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.